Texnoloji TV kanalında hamınızı xoş gördük dostlar. Mən Mövlan. Videoma xoş gəldiniz. Bugünkü videomda sizlərə YouTube'dan pul qazanmaq üçün nələr etmək lazımdır, onları öyrədəcəyəm. Bizdən ayrılmayın. Bəli dostlar, bayaq da dediyim kimi sizlərə YouTube'dan pul qazanmaq üçün nələr etmək lazımdır, onları öyrədəcəyim. Çox YouTuberlərə baxırsınız məsələn və bir gün siz də fikirləşirsiniz ki, mən niyə bəs özümə bir YouTube kanalı açmayım və niyə milyoner olmayım? Belə də fikirləşirsiniz. Sizə bir məsləhətim var. Kanal açarkən heç zaman birinci pulu düşünməyin. Pulu düşünsəniz heç qabağa da gedə bilməyəcəksiniz. Bunun üçün ilk öncə kanalınızdakı videoların hamısı şəxsi videolar olmalıdır. Və şəxsi videolar olmaqla yanaşı, İlk öncə video sayı da çox olmalıdır. Təxminən ən azı 20-30 video olmalıdır. İkinci əsas məsələ isə kanalınızda heç zaman, əvvəllər də heç zaman kanalınız təhlif problemi görməməlidir. Təhlif problemi görmüş kanallarda bəzən kanalın özündə də pul qazanmada da problemlər çıxır. Təbii ki, 1-2 təhlif problemi çox da önəmli deyil. Əsas böyük təhliflər olmasın. Bunları hamısını edirsiniz və yaxşı videolar qoyursunuz. Bunların hamısını edirsiniz. Bəs indi isə sıra gəldi pul qazanmaya. İlk videonuzu qoyursunuz. Ancaq videoya hələ heç bir görüntülənmə yoxdur. Keyfinizi pozmaq lazım deyil. Videoya görüntülənmə yoxdur. Birinci ona görə ki, hələ kanal yeni açılıb və heç abunə sayınız da yoxdur. Görüntülənmənin çox olması üçün abunə sayının çox olması lazımdır. Düzdür, abunə sayının pula heç bir aidiyyəti olmasa da, pul qazanmaq üçün çox olması üçün gərək video çox izlənə. Amma videonun çox izlənməsinə abunə sayının çox təsiri var. Videonu yükləyirsiniz, dediyim kimi izlənmə gəlmir. Nə qədər gözləsəniz də izlənmə gəlmir. Səbəbləri: etiketlər pisdir. Ona aid olmayan tamam fərqli bir etiket qoyubsunuz. İkinci, başlıq pisdir. Videoya aid olmayan başlıq qoyubsunuz, ya da ki elə bir başlıq qoyubsunuz ki, başlığın heç marağı yoxdur və heç kəsi cəlb eləmir. Üçüncü, kiçik rəsmlər ona aid deyil. Dördüncü isə kanalınız aktiv deyil. Yəni kanalınız aktiv olmadığı üçün YouTube sizin qoyduğunuz videoları önərilənlər videolarına daxil eləmir və sizin videolarınız izlənmir. Bəli. Dördüncü dediyim məqsəd bəlkə də sizə daha bir qəribə gələ bilər, ancaq əslində heç də belə deyil. Bu həqiqətdir. Kanalınız aktiv edilməlidir. Yəqin ki, çoxlarınız fərqinə varmısınız ki, YouTube'da hər hansı bir kanal axtarış edəndə orada kanalın sonuncu dəfə nə zaman aktiv edildiyi də yazılır. Və bunların hamısını edirsiniz, düz qoş edirsiniz. Günə gəlir məsəl üçün sizə 100 izlənmə. Yaxşıdır, hələ təzə başlamışsınız, təzə olmasa da, yəni nə qədər abunələriniz olsa da, günlük 100 izlənmə çox da pis şey deyil, yəni orta YouTuber üçün çox da pis bir şey deyil. İndi isə pul qazanmaya gəldi sıra. Pul qazanmaq üçün nələr etmək lazımdır? Bunun üçün ya AdSense ilə müqavilə, yəni müqavilə bağlamısınız. Ümumiyyətlə kanalı ilk açanda siz AdSense ilə müqavilə bağlamış olursunuz, ya da ki AdSense-ni tərk edib hər hansı bir partnerlə müqavilə bağlaya bilərsiniz. Dediyim kimi birinci AdSense ya da partner. Bunlardan biri olmalıdır. AdSense pulu bank hesabına köçürülür. Partnerlər isə hər partnerin bir köçürmə xüsusiyyəti var. Elləri var həm bank hesabına, həm PayPal-a köçürə bilər. Elləri var təkcə PayPal-a köçürülür. Ümumiyyətlə partnerlər çoxdur. Bazmay Videos, Gizza və s. Mən məşhur partnerlər dedim. Partnerlərlə müqavilə bağlaya bilərsiniz. Ancaq bir məsləhətim də var ki, sizə tanımadığınız, bilmədiyiniz partnerlə müqavilə bağlamayın. Elə partnerlə müqavilə bağlayın ki, onunla hər hansı bir məşhur YouTuber və yaxud sizin tanıdığınız bir YouTuber onunla müqavilə bağlamış olsun. Belə eləməsəniz sonradan sizlərə kanalınıza zərər gələ bilər. Bəli dostlar, bugünlük bu qədər. Ümidvaram ki, videom sizlərin xoşunuza gəlmişdi. Ümidvaram ki, videonu çəkməklə sizə köməkçi ola bilmişəm. Videonu bəyəndinizsə like eləməyi, bəyənmədinizsə dislike eləməyi və ən əsas da ki, kanalımıza abunə olmağı unutmayın. Bizi izlədiyinizə görə sağ olun.
Wouldn't it be nice living life like everything was a party? Only 18 years deep and now we're getting started. Finish line clear, so we focused on the target. Wouldn't it be nice if we saturate the market? And wouldn't it be great if we could just simply wait and never think about calm down?